2026-cı ilin apreli planetlərin təsiri bəzi bürclərin həyatında xüsusilə güclü olacağı bir dəyişikliyi ayı vəd edir. Ay ərzində Mars, Merkuri, Venera və Uranın hərəkətləri yeni başlanğıclara, ilhamlara və maliyyə artımına təkan verəcək. Xəbər zolağı az xəbər verir ki, bəzi bürclər xüsusilə güclü bir təkan alacaq və böyümə və şəxsi transformasiya üçün imkanlar açılacaq. Bir qoç cəsarət və yeni üfüqlər qoçlar üçün aprel ayı aktiv irəliləyiş dövrü olacaq. Əvvəlcə aprelin bir ilində tamam hədəflərinizi və münasibətlərinizi yenidən düşünmək üçün bir şans təqdim edir. Aprelin 9-undan etibarən bürcünüzdəki Mars iddialı planları həyata keçirmək üçün cəsarət və enerji gətirib. Lakin vaxtınızı ayırmaq və metodik hərəkət etmək vacibdir. Aprelin 14-ündən etibarən Merkuri ideyaların qapılarını açacaq və ən böyük fayda gətirəcək layihələrə başlamağa imkan verəcək. Aprelin 17-sində Qoçdakı yeni ay özünə inam hissini artıracaq və 19-undan etibarən Buğadakı günəş maliyyəyə diqqət yetirəcək, xərcləri təhlil etmək və böyümə strategiyaları hazırlamaq vaxtıdır. Ayın sonunda Venera və Uran yeni tanışlıqlar və gələcək uğur üçün təməl qoya biləcək fikir mübadiləsi imkanı gətirəcək. İki buğa sevgi, şəfa və maliyyə bölməsi buğa üçün aprel ayı emosional harmoniya və yenidən alovlanan romantika ayıdır. Tərəzdəki tam ay sizi öz sevgi hekayənizin qəhrəmanına çevirir. Aprelin 9-unda Qoçda Marsla birlikdə keçmiş problemləri həll etmək və köhnə emosional maneələri aradan qaldırmaq üçün cəsarət qazanırsınız. Aprelin 17-sində Qoçda yeni ay keçmiş səhvləri təkrarlamamağınıza kömək edir və 19-cu gündən bürcünüzdəki günəş şəxsi transformasiyaya yol açır. Ayın sonunda Venera və Uran yeni tanışlıqlar və maliyyə imkanları gətirir. Sabitlik və böyümə üçün təməl yaradır. Üç şir özünü ifadə və yeni karyera imkanları aprel şirləri üçün güc və özünə inam hissini bərpa etmək vaxtıdır. Tutulma mövsümündən sonra özünüzü təsdiqləməyə və istedadlarınızı nümayiş etdirməyə hazırsınız. Aprelin 1-ində tam ay açıq ifadəyə ilham verib və 9-undan Qoçdakı Mars hərəkət üçün enerji verib. Aprelin 1-dən Merkuri tədqiqatları və yeni layihələri stimullaşdırır və aprelin 1-sində yeni ay sizə intizamın vacibliyini xatırladır. Aprelin 19-undan Buğadakı günəş diqqətinizi karyeranıza yönəldi və ayın sonunda Venera və Uranın gəlişi peşəkar inkişaf üçün yeni perspektivlər və imkanlar açır. 4. Ox atan yaradıcılıq və münasibətlər ox atan üçün aprel ayı dostluğa, yaradıcılığa və köhnə layihələrə diqqət yetirəcək. Aprelin 1-də Tərəzi bürcündəki tam ay keçmişdəki insanları və ya ideyaları geri qaytara bilib və aprelin 9-undan Marsın enerjisi bədii ilhamı stimullaşdırır. Aprelin 1-dən Qoç bürcündəki Merkuri düşüncə prosesini sürətləndirir və yeni ideyalar selini yaradır. 19-bundan Buğa bürcündəki günəş karyera istiqamətlərini nəzarətə götürmə şansı təqdim edir və ayın sonunda Venera və Uran münasibətləri dəyişdirərək daha dərin və mənalı əlaqələrə yol açır. 5. Oğlaq sabitlik və şəxsi etibar aprel oğlaqlar üçün daxili sabitliyi tapmaq vaxtıdır. Aprelin 1-də Tərəzi bürcündəki tam ay diqqəti məqsədlərə və şəxsi ambisiyalara yönəldi. Qoç bürcündə Marsla birlikdə cəsarətli addımlar atmaq və fəallarınızı müdafiə etmək üçün bir fürsət var. Aprelin 14-dən etibarən Merkuri ev və ailə məsələlərinə diqqət yetirir. Aprelin 17-sində yeni ay isə yeni məlumat və bilik əldə etməyə kömək edir. 19-undan etibarən Buğa bürcündəki günəş sabitliyi hissi gətirir və ayın sonunda Venera və Uran liderlik keyfiyyətlərini nümayiş etdirmək və iş proseslərini təkmilləşdirmək üçün bir fürsət təqdim edir. Dəyişiklik qorxulu olmamalıdır. Bu sizə daha ahəngdar bir həyat qurmağa kömək edəcək.